Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. A Hun dövləti, Avropa Hun dövləti. Əsasının Balamir xan tərəfindən qoyulması. Avropa Hun dövləti 4-cü yüzilliyin ikinci yarısında Balamir xan tərəfindən yaradılmışdı. Sasanilərlə müharibə aparılması. A Hun dövləti Sasanilərlə apardığı müharibə nəticəsində 5-ci yüzilliyin ortalarında İran yaylasının şərqinə və Türkistana hakim olmuşdular. 484-cü ildə isə Mərv yolu üzərində yerləşən Herat şəhərini ələ keçirmişdilər. Və eyni zamanda 567-ci ildə Sasanilər və Göytürklərlə apardığı müharibə nəticəsində süquta uğramışdı. Xalqların böyük köçü dövründə yaranması. Xalqların böyük köçü dövrü 4-cü yüzillikdə başlayıb 7-ci yüzillikdə başa çatıbdı. Həm A Hun dövləti, həm də Avropa Hun dövləti 4-cü yüzilliyin ikinci yarısında yaranmışdı. Göytürklərlə toqquşması az əvvəl də dediyim kimi 567-ci ildə Sasanilər və Göytürklərlə apardığı müharibə nəticəsində A Hun dövləti süquta uğramışdı. Katalanın düzənliyində döyüş bu 451-ci ildə Attila tərəfindən aparılan döyüş idi. Roma imperiyası ilə aparılmış bir döyüş idi. Qərbi Roma ilə tərəflərdən heç biri qalib gəlməmişdi. 1-ə B, D, 2-ə A, E, 3-ə isə C. B bəndi.